Salam hörmətli izləyicilərimiz, bu günlər sizə Xırdalandı müsaitsi 109 kvadrat olan qanuni 3 otaqlı mənzil təqdim etməyə gəlmişik. Mənzilimiz hörmətli izləyicilərimiz Heydər Parka Xırdalandı yaxın bir ərazidə yerləşir. Kompleks şəkildə binalardır. Giriş qapısını görürsünüz. Giriş qapısından girəndə belə bir qəşəng dəhliz açılır və dəhlizdən 2 qapı görürsünüz. Gəlin göstərim, ayrı-ayrı hamam otaqlarıdır. Biri burada, biri burada. Mənzilimizin hələ sizə deyim, məişət otağı da var. Balaca olsa da, amma bilirsiniz ki, belə olanda çox rahatdır. Artıq əşyalar, tozsoran falan rahat qoymaq olur. Gəlin birinci uşaq otağını sizə göstərim. Ev yəsində qız və oğlan olduğuna görə belə maraqlı bir şey fikirləşib, ayırıb, otaqlı 2 hissəyə bölünüb. Amma bu taxtadan olan bir konstruksiyadır. İstəsəz rahat yığıb götürüb ləğv eləyə bilərsiniz. Uşaq otağını sizə göstərdim. Gəlin ikinci otağa baxalım. Valideyn yataq otağıdır. Qiymət hörmətli izləyicilərimiz 175 min manatdır. Amma istəsəniz pulunuz çatmasa 20 mini daxili kreditə sala bilərsiniz. Çünki mənzil hal-hazırda şirkətdə daxili kreditdədir. Müdəniş tam tamamlanmayıb. Amma istəsəz nəqd alqı-satqı da eləyə bilərik. Mənzilimizin sənədi də kupçadır. Mətbəxdən balkona keçidi görürsünüz. Bina haqqında məlumat verim. Geniş həyəti var. Qəşəng uşaqlar üçün meydançası falan gördüyünüz əşyalar da deyim qalır. Və yeraltı parkingi də var binamızın. Qəşəng qabağında binanın ağaclar falan da əkilib. Yəni yeri əladır. Görünüş olaraq həyəti də genişdir. Buradan da balkona görürsünüz keçid var. Gördüyünüz kimi axıra qədər kladovka falan hamısı yığılıb. Səliqəli bir mənzildir hörmətli izləyicilərimiz. Mənzili qəşəng təmiz qalıb. Gəlib baxa bilərsiniz. Qiymət 175 min manat, kupçalı. Dediyim kimi əgər 20 min çatmasa onu da daxili kreditə salıb ev yiyəsi alqı-satqını eləyə bilər. Gəlin baxın. Bugünə bu qədər. Sağ olun.